Azərbaycan səhiyyə sistemində son illərdə baş verən dəyişikliklər, idarəetmə strukturlarının yenilənməsi və paralel olaraq özəl sektorun genişlənməsi bir sıra yeni fiqurların ön plana çıxmasına səbəb olub. Bu fiqurlardan biri də uzun müddət yeni klinikanın baş direktoru olmuş Barat Yusubov hesab olunur. Onun fəaliyyəti və ətrafında formalaşan şəbəkə isə ictimai müzakirələrin predmetinə çevrilməkdədir. Bu müzakirələrdə adı tez-tez çəkilən digər şəxs isə təbibin sabiq rəhbəri Vüqar Qurbanovdur. Müxtəlif mənbələrdə və sosial platformalarda yayılan iddialara görə Barat Yusubov və Vüqar Qurbanov uzun illər ərzində səhiyyə sektorunda paralel biznes və təsir mexanizmi qurublar. Bu imperiya çox istiqamətli və çox qütüblü sahələri əhatə edir. Özəl tibb müəssisələrinin yaradılması və idarə olunması, tibb avadanlıq və dərman idxalı sahəsində fəaliyyət, regionlarda invaziv kardiologiya və digər ixtisaslaşmış xidmətlərin təşkili, dövlət xəstəxanalarında laboratoriya və xidmət sahələrinin qurulması və ən əsası isə dövlət resurslarından şəxsi istifadəçilik. Bu fəaliyyətlərin bir hissəsinin rəsmi biznes çərçivəsində, digər hissəsinin isə mübahisəli yollarla həyata keçirildiyi barədə məlumatlar var. Müzakirələrdə adı hallanan strukturlar və layihələr isə aşağıdakılardır. Ege Hospital, HP Güvən, Olimp Hospital, BMED Ortopedik Avadanlıqlar Şirkəti, invasiv kardiologiya üzrə fəaliyyət göstərən qurumlar, dərman idxalı ilə məşğul olan şirkətlər, region xəstəxanalarında yaradıldığı deyilən kardiologiya mərkəzləri, dövlət xəstəxanalarında laboratoriya xidmətləri, lisenziyasız özəl laboratoriya xidmətləri və s. Siyahını xeyli böyütmək də olar. Eyni zamanda Bakının müxtəlif ünvanlarında sənədləşməsi mübahisə doğuran tibbi obyektlərin fəaliyyəti ilə bağlı da məlumatlar gündəmə gətirilir. Əgər bu fəaliyyətlər sırf özəl sektor çərçivəsində və şəffaf sahibkarlıq prinsipləri ilə həyata keçirilirsə, bu bazar iqtisadiyyatının normal elementi hesab oluna bilər. Lakin ağırlıq nöqtəsi başqa yerdədir. Dövlət strukturlarında vəzifə tutan şəxslərlə biznes maraqlarının kəsişməsi, dövlət resurslarından mümkün istifadə etmələri, tender və layihələrin bölüşdürülməsi ilə bağlı suallar və s. Bu isə artıq biznes fəaliyyətindən çıxaraq maraq toqquşması və idarəetmə etikası müstəvisinə keçir. Bəzi platformalarda Barat Yusubovla bağlı daha ciddi və həssas xarakterli iddialar da səsləndirilir. Bu iddialar onun xarici əlaqələri və müəyyən dini-siyasi şəbəkələrlə münasibətləri ilə bağlıdır. Belə ki, o FETÖ-çülərin aktivlərindən hesab edilir və ən azı 10 dəfə Amerikaya gedərək Fəthullah Gülenlə görüşdüyü deyilir. Hətta hazırda oğlunun məhz FETÖ-çülərin dəstəyi ilə Amerikada təhsil aldığı deyilir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.